Bugün EKG cihazı hakkında danışacağız. EKG cihazı elektrokardiyogrammadır ve adından da bilindiği kimi ürəyin elektrik fəaliyyətini ölçməkdədir. Ürəyin elektrik fəaliyyəti dedikdə isə ürəkdə meydana gələn elektrik impulsları, yəni bu impulsların qeydə alınması nəzərdə tutulmuşdur. Bu impulslar isə AB düyündə yaranır, üst dəstəsinə və sonrasında isə Purkinje liflərinə yayılmaqdadır. EKG cihazı sinir fəaliyyətini deyil, ürəyin elektrik impulslarının yayılmasını öyrənir. Niyə elektrodlar ələ və ayağa qoyulur? Əsas etibarilə 4 elektrod, qırmızı, qara, sol əl və sol ayağa, sarı və yaşıl, sağ əl və sağ ayağa qoyulmaqdadır. Bunun səbəbi isə ürəyin elektrik fəaliyyətini ölçmək üçün əlin və bədənin bir elektrik kabeli kimi istifadə edilməsidir. Yəni elektrodların ələ və sinəyə qoşulması əldə olan sinir aparmaları ilə bağlı deyil, sadəcə olaraq burada bədənin, əlinin, ayağının və sinənin elektrik kabeli kimi istifadə edilməsidir. Səbəblə elektrodlar ələ və ayağa yerləşdirilməkdədir. Əsas etibarilə də sağ ayağa bağlanan elektrod düzgün şəkildə yerləşdirilməzsə, EKG-nin ölçülməsi də düzgün şəkildə getməz. Bunun da səbəbi sağ ayağa yerləşdirilən elektrodun, yəni yaşıl elektrodun stabilizasiya vəzifəsini yerinə yetirməsi ground deyilir və orada bədəndə olan 220 volt gərginlik elektrik, həmin bu cihazda olan 220 volt gərginlik elektrik dalğalanmalarını poza bilər və burada olan siqnalların elektrik fəaliyyətinin ölçülməsini poza bilər. Bu elektrod yerləşdirildikdə isə stabilizasiya, yəni başqa bir ifadə torpaqlama rolunu oynayır və elektrik siqnallarının ölçülməsini sabitləşdirir. Bundan başqa 6 döş aparması vardır ki, bunlardan ikisi, yəni V1, V2 aparması döş tümünün yanlarında, V3 aparması arada, V4, V5, V6 isə döş tümünün yanlarında, qabırğanın altında yanakı şəkildə V4, V5, V6 düzülür. Amma sütun halında yox, yan şəkildə düzülməkdədir.